Bugün iqlim dəyişikliyi, havaların quraqlıq keçməsi Muxtar Respublika sakinlərinin içməli və suvarma suyu ilə təmin edilməsini qarşıya vacib məsələ kimi qoyur. Bu istiqamətdə Culfa rayonunun ərazisində yerləşən Əlincəçaydan su götürən Bənənyar su anbarını qidalandıran kanalın yenidən qurulması müstəsna əhəmiyyət kəsb edir. Hazırda işlər su doldurucu qurğuda aparılır. Bənənyar su anbarı Culfa rayonunun, eləcə də qonşu Bağbaş rayonunun su təsərrüfatında çox əhəmiyyətli rol oynayır. Hər iki rayonun minlərlə hektar əkin sahəsini, eyni zamanda həyətyanı sahələrin suvarılması bu su anbarı vasitəsilə həyata keçirilir. Culfa şəhərinin və bir neçə kəndimizin içməli su təminatı da, yəni kaptajların qidalanması da Bənənyar su anbarı vasitəsilə həyata keçirilir. Müsahibimiz bildirir ki, kanal uzun müddət istismar olunduğundan tamamilə yararsız vəziyyətə düşmüşdü. Bunun da nəticəsində böyük su itkiləri baş verirdi. Eləcə də kanalın su götürmə qabiliyyəti təqribən 2 kuba qədər düşmüşdü. Kanal istismara verildikdən sonra su götürmə qabiliyyəti 5 metrə kuba çatacaqdır. İşlərin yekunlaşdırılması 2027-ci ilin mart ayına nəzərdə tutulub. Beləcə, Naxçıvanın kənd təsərrüfatı və su təhlükəsizliyi üçün bu strateji layihə sözü gedən ərazinin suvarma imkanlarını kökündən dəyişəcək. Yəni, müasir texnologiyalar əsasında qurulan kanal suyun qısa müddətdə itkisiz və sürətli şəkildə ambara dolmasını təmin edəcək. Bu isə o deməkdir ki, quraqlıq dövründə fermerlərin su çatışmazlığı problemi tarixə qovuşacaq. Layihənin icrası Hovers Qrup məhdud məsuliyyətli cəmiyyət tərəfindən aparılır. Bu günə qədər 900 metr düzbucaqlı kanal çəkilibdir. Beton kanalımız 800 metr trapez kanalımız çəkilibdir. Hal-hazırda işlərimiz davam edir. Kanalın ümumi uzunluğu 6550 metrdən ibarətdir. Onun 4050 metrası düzbucaqlı kanal, 800 metrası trapez kanal, 1700 metrası isə diametri 1600 metr olan şüşə lifli borudan ibarətdir. Hal-hazırda gördüyünüz kimi işlərimiz çox sürətlə gedir və verilən tarixdən də qabaq işi tamamlamağa planlaşdırmışıq. Bu günlərim 30 nəfər işçi heyətimiz var. Bunlardan 28 nəfəri Naxçıvan əhalisindən ibarətdir. Mürəkkəb relyef şəraitində inşası davam etdirilən Əlincəçaydan Bənənyar su anbarına uzanan kanal rayonun Saltaq, Bənənyar,